Tamam. Deməli bu günlər biz sizə din qəbul imtahanına düşmüş 5-ci sualın izahını verəcəyik sizə. Sualda deyir, uyğunluğu müəyyən edin. Və sualda bizə şimal mülayim işıqlanma quşağı, tropik işıqlanma quşağı, şimal qütb işıqlanma quşağı. Gəlin verilmiş xüsusiyyətlərə baxalım. Güneş zenitdə olmur, adı deyir. Və gecə gündüzün adi növləşməsi pozulmur. Təbii ki, bu aid olacaq hansına? Şimal mülayim işıqlanma quşağına. Biri A-nı götürürük. Gecə gündüzün adi növləşməsi pozulur. Gecə gündüzün adi növləşməsi pozulur harda? Qütb işıqlanma quşağında. 3-ə götürürük biz B-ni. Xəzər və Qara dənizləri yerləşir. Biz bilirik ki, Xəzər və Qara dənizləri şimal mülayim işıqlanma quşağında yerləşir. 1-ə götürürük C-ni. Cənubi Amerikanın cənub nöqtəsi yerləşir. Ümumiyyətlə Cənubi Amerikanın cənub ucqar nöqtəsi yerləşir cənub mülayim işıqlanma quşağında. Bu heç birisinə aid deyil. Ona görə D-də verilmiş xüsusiyyət bütün cavablardan çıxardırıq. Hansı ki variantda D varsa onları çıxardırıq, ixtisar edirik. E-də deyir, Günəş il ərzində günorta vaxtı həm üfüqün cənub, həm də şimal tərəfində görünə bilər. Biz demişdik ki, tropik işıqlanma quşağında yerləşən məntəqələrdə Günəş həm üfüqün şimal, həm də cənub tərəfində görsənə bilər. Ona görə də E variantı da aid olur burada 2-yə. Doğru cavabımız 1-ə AC, 2-yə E, 3-ə B. Uyğun gəlir C variantına. Testimizin doğru cavabı C variantı.